Shinkansen qatarları Yaponiyanın ən sürətli qatarlardır. Təxminən saatda 300 km sürətlə hərəkət edir. Bu qatarın müsbət tərəfidir. Mənfi tərəfi isə ondan ibarətdir ki, qatar belə sürətlə hərəkət etdiyi zaman bir də uğultu səsi yaranır, səs kirliliyi yaranır. Bilirsiniz, səs kirliliyi də bir ekoloji problemdir. Ona görə də mühəndislər araşdırırlar ki, necə eləyək ki, qatar həm sürətlə hərəkət etsin, həm də daha az uğultulu olsun. Və buna görə də bir araşdırma qrupu qurulur və həmin araşdırma qrupunda olan alimlərdən biri təklif edir ki, gəlin deyir təbiətə baxaq, təbiətdəki canlılara baxaq. Görək ki, hansı canlılar sürətlə hərəkət edir, amma daha səssiz hərəkət edir. Həmin o canlının xüsusiyyətlərini öyrənib texnologiya tətbiq eləyək deyirlər və buna görə də bir bayquşdan nümunə götürürlər. Belə ki, bayquş çox sürətlə uçsa da, amma səssiz uçur və ovladığı canlılar da həssas qulağa malik olan canlılardır. Bayquşun qanadlarını götürüb laboratoriyada araşdırırlar. Görürlər ki, qanadlarının kənarı heç də hamar deyil, kiçik girinti çıxıntılar var. Və bu kiçik girinti çıxıntı sayəsində ora hava üfürüləndə çoxsaylı kiçik hava burulğanları meydana gəlir və həmin o hava burulğanları bayquş sürətlə uçduğu zaman o meydana gələn səsi aradan qaldırır. Belə ki, bayquşun qanadlarındakı bu texnologiya öyrənilir, Shinkansen qatarlarının xarici səthinə tətbiq olunur və bununla da qatar sürətlə hərəkət etdiyi zaman o meydana gələn uğultu səsi aradan qaldırılır. Başqa bir problem isə qatar tunelə girəndə ortaya çıxır. Təsəvvür edin, qatar çox sürətlə tunelə girir, havanı itələyir və tunelin çıxışında bir səs partlayışı yaranır. Yenə mühəndislər araşdırırlar ki, bu səs partlayışını necə aradan qaldıra bilərik. Bu dəfə də başqa bir canlıdan, su quzğunu quşundan nümunə götürürlər. Bu quş belə ki, suya baş vurur və balıq ovlayır. Bu quşun dimdik forması öyrənilir və eyni riyazi nisbətdə Shinkansen qatarlarına tətbiq olunur. Baxın, bu sağda gördüyünüz qatarın əvvəlki versiyasıdır. Sol tərəfdə gördüyünüz isə bayquşun qanadlarının xüsusiyyəti, həmçinin su quzğunu quşunun dimdik forması öyrənilərək istehsal olunan növbəti versiyadır ki, bu versiyada həm o qatar sürətlə hərəkət etdiyi zaman o meydana gələn uğultu səsi aradan qaldırılıb, həm də o səs partlayışı aradan qaldırılıb. Yəni, burada nəyi müşahidə edirik? Təbiətdə çox mükəmməl xüsusiyyətlərə sahib olan canlılar var, çox mükəmməl xüsusiyyətlərlə yaradılmış canlılar var və insanlar bu canlıların xüsusiyyətlərini öyrənib, texnologiyaya tətbiq etdiyi zaman ekoloji cəhətdən daha təmiz, həm də iqtisadi cəhətdən daha səmərəli və yüksək bir texnologiya əldə etmiş olurlar. Bu nəyi göstərir? Təbiəti qorumağın əslində onu tanımaqla mümkün olduğunu göstərir.